Qardaş oldular, həm bacı oldular. İtirmərəm zəhmətlərini. Mənim balalarımın ruskusunu atırdılar. Deyir. Allah Benim köməkləri olsun. Allah Alıb 8 maddə min hediyəsini qat əvəzini versin. Min qat əvəzini versin. Sağ olsun. Heç bir itirmərəm. 4 ay zarafat döl, 4 ay mən Ay işləmədim. gözəl. Bəli. Burada biri yazıb ki, Füzuli sənə 8 martda nə alıb? Soruş. Deyirəm alıb ona, nə alıbsa alıb axırı. Bax, gələ. Gördün qəşəng gül alıb. Ay maşallah. Sağ olsun yenə də, sağ olsun. Özüm mən bilməmişəm. Xəbərim olmayıbdı. Gördünüz nə alıb indi? Xəbərim yox idi. İşdən gələndə onu alıb gətirib. Heç nədən xəbərim yox idi. Özü əqqabıdır. Öz maaşının pulundan əqqabı alıb gətirib. Xəbərim yox. Əqqamı da göstərəcəm. Mən yalan danışa bilməm. Məni buradan assalardan mən üzr istəyirəm. Analarımdan, qardaşlarımdan, bazarımdan. Məni zorlayan olsa deyəcəm bu zorlayıb. Məni buradan assalar deyəcəm bu atıbdır. Sən kişi qız kimi deyir ki, alıb da filan şeyi alıb. Füzuli alıb ona. Deyil. Sən alıb, hə? Yəni sağ olsun yəni. Mübarək də sağlığa qismət. Sağ olsun. Toylara gelin, ay gözəl. Sağ ol, sağ ol. Çünki mən, necə deyərlər, o mənə elibdir. Mən ömür billahdan, ömür. Üstəyə qardaşım bilir. Mən onunla WhatsApp-da danışıram, dərdimi, sirimi. Sən danışsan da mən də girəcəm, ay gözəl. Ha vaxt gəlsən gəl. Qardaşım ol, ha vaxt gəlsən gəl. Amma üstəyə profil qardaşımdır mənim. Elə bilirəm öz doğma qardaşımdır. O WhatsApp-ı var. köməyin olsun. Mən onunla bölüşmüşəm. O mənim vəziyyətimi bilir. Mən nətər insanamsa. Düzdür, Mən düzdür. bilirəm. Vallahi Allah haqqı. Mən o həmişə bu insana mən dəstəkləmişəm. Bizə nə görə? Sağ ol. Mən də Kim adamdır? Mən, Kim adamdır? dəstəkçilərimin sayəsində mən qalxdım. Çünki 4 ay işləmədim, iş olmadı. Mən dəstəkçilərim mənim balamın ruskusunu verdi. Mən onu itirə bilmərəm. Mənim başımın üstündə Allah var. Mən öz o deyirəm. Mən Allaha deyirəm, ya Rəbbim. Bax, heç də istəmirəm. Vardı, puldu, devlətdir. Mən lazım deyil. Allah balamın ruskusunu versin. Hamıya versin, bizimki də onun içində. Amin. Mən elə bir qadınam ki, məsəl üçün, kimsə mənə deyir ki, gözəl, bir manat mənə ver, gelib balama çörək alır. Onu mən nəyəsə varsa taparam, onu mən verərəm. Çünki mən burada dəstəkçilərimin hünərinə mənim balalarım çörəkli oldu. Mən onu itirə bilmərəm. Gözəl mərd və qeyrətli qadındır. Həqiqətən elə, dostlar. İndi zarafat edirsiniz, deyirik, gülürük, söhbət edirik. Amma gözəl, çox mərd qeyrətli qadındır. Mən ömür boyu, bax bu qardaşımın da, mənim nömrəm bu qardaşımdadır. Sözüm olanda, nəsə sözüm olanda bir qardaş kimi WhatsApp-da danışıram ki, qardaş belə olub, belə olubdur. Hal qazıya belədir. Desin ki, yalan deyir. Mən sirəynəm, ağlaya-ağlaya sirdaşıma, bu qardaşıma böldüm ki, heç kəsə deyə bilmirəm sirrimi. Hamısı düşmandır. Hamısı üzümə görüb ayağımın altına qazanlardır. Sovet işdə olur, vaxtı olmur gəlməyə. Dostlar. Sovet işdədir. Füzuli ilə dünəndən danışıbdır. WhatsApp-la. Sovet'e qardaşımın da nömrəsi var məndə. Çünki o qardaşlar mənə var ha. O Sovet də mənə çox yaxşılıq eləyibdir. Var olsun, cibi dolu olsun, qazancı bol olsun. Yuxarıdakı qardaşım da mənə köməklik eləyibdir. Mən onu itirə bilmərəm. Çünki mən nə üçün? Bax, bu çörəkdən ötəri. Balalarım ac qalmasın. Dost, mən düşmanın üstünə də qapısına gedəm, çörəkdən ötəri gedənəm. Balalarımdan ötəri. Amma mən namusumu satıb çörək almamışam. Ömür boyda. Ac qalaram, öydə ac qalaram. Mən o hərəkət eləməm. Mənim elə xəssiyyətim var. Elə bir tip xəssiyyətim var ki, mənim.
Mənim xəssiyyətimə də Füzuli öyrəşibdir. Mən sirimi Füzuli ilə bölüşürəm. Sirdaşımı. Bir də bu qardaşıma. Çünki mənim heç kəsim yoxdur bu həyatda. Allahım, balalarım Füzuli, bir də deyir bu qardaşım. Desin ki, yalan deyir. O insanla şəxsidə də həm söhbət olmuşuq, dərdləşmişik. Bu insan valla nə deyibsə demişik də danışmışıq. Çox çətindir bu insanın vəziyyəti valla bu dəqiqə, bu durumda. Mən var, 3 gündür mən sirimi heç kəsə demirəm. Əlimlə paltar yuyuram, əlimlə. Gördüm, işə çatdıra bilmirəm. Gözümün yaşı. Bax, suyun altında tutub əlimlə, vanna da yoxdur. Suyun altında tutub əlimlə belə höykəlib gətirib, amandır. Paraşokla höykəlib gətirib atıbların üstünə qoyuram. Maşınım yanımızdır. Apardı büyünlər, heç oldu maşın. Büyünlər maşını çıxardanda Füzuli 7-də şey getdi, 7 tamamda. 9-da gəldilər, apardılar. Maşın düşdü qolumun üstünə. Şişib qolum, nə gündədir. Apara bilmədim. Uşaqla mən çıxartdım maşını. Çıxarda bilmədim. Mən heli ilə sürəkləmişəm. Füzuliyə də zəhv vurdum ki, maşını aparırlar. Mən ondan icazəsiz qapıdan bir dənə işə gedirəm. Adi qonşuya da keçmirəm. Düz edirsən, elə də olmalıdır. Adam yoldaşından xəbərsiz hərəkət edilməz. Yox, sabahsı günü başıma dıngıldatmasın, hörmət qoyuram. O da mənə hörmət qoyur, mən də ona hörmət qoyuram. Hörmət hörmətə bağlıdır. Onunla bir yastığa baş qoyuramsa, mən ona xəyanət eləməlidirəm, nə də o mənə xəyanət eləməlidir. Ailədə yalan danışmaq olmaz. Qurbanov yazır ki, Allah zəhməti itirməsin. Cümləmizə yalandır, yalancısıdır, xəyanətdir, oğurluqdur. Ondan sonra qəhbəlikdir, 40 gün getmir, hamısı açılıb tökülür. Amma mən bu əlimdən gəlmir elə şey. Boyka, sizlə tanış olmaq olurmu? Mən hər insanla da tanış olmuram. Sən qərək tanıyım sonra. Amma bu günlərim uşağı məndir. Zanlasan da gələrsiniz, müsafirimə qoşularsınız, söhbət eləyərik. Uşağı bu günlərim icazə aldım səhər-səhər. 9-u yarısıda. Axşamdan icazə aldım, dedim müəllimə, icazə versən Elmar qalsın. Dedi, bəli. İcazəsini aldım. Bildim ki, mən tək maşını qalxaza bilməyəcəm. Füzuli də yoxdur. Füzuli 7-dən çıxır gedir. Tezləndən gedir işə. Uşaqla bərabər paltar maşınını düşürdüm. Bir göydə qalxızırdım, qapıdan keçirdik, qapıda dardı. Birinci başıma düşdü. Başımdan sonra düz qolumun üstünə. Şişibdi, nə gündədir. Birinci başıma düşdü, başımdan qolumun üstünə düşdü. Gürp elədi. Əzilibdir. Yoxlatdır da bir onu. Yox, heç nə getmirəm, nə də eləmirəm. Ya da yumurtana xəmir təpitməklə qoy qolun üstünə. Amma mən neçə gündür, 3 gündür heç kəsə sirimi demirəm. Ağlaya-ağlaya gəzirəm ki, Allah mənə pul getir. Bu bayramı uşaqların stolun üstündə pişinti pişirim. Heç olmasa şəkərbura da olsa, heç olmasa sinir paxlava da olsa pişirim. Gedib fındıq qoz alım. Qabaqdan bayram gəlir, əziz gün gəlir. Sinir paxlava pişirim bu evdə. Mən Allah'a çağırıram ki, ya Allah, mənə pul getir. Gedim qoz alım. Gedim fındıq alım. Gətirin bu uşaqlara pişinti pişirim. Sonrası boş keçməsin bayram günü. Qurbanov yazır, Allah ruzu bol eləsin. Hamı ilə birlikdə. Allah hamıya versin, bizimkilər də onun içində, biz də onun içində. Mən onu deyim. İnşallah pişirəcəksən, ha gözəl. Nigar xanım yazır ki, inşallah pişirərsən. Mən onu fikirləşirəm ki, gecə nə gecəm yatmıram, nə gündüz yatmıram. Allah'a tayyət edirəm ki, ya Allah, bircə bula heç nə istəmirəm. Dünyadan vardır, devlətdir, puldur, qızıldır, istəmirəm. Çünki qızıllı yerə getdim. Pullu yerə getdim. Altında 2 dənə olan maşını olan yerə getdim. Nə oldu? Zaks kəstirdim, zakız. Devlətin zaksını. Nigaha girdim.
Ne oldu? 2 tane uşağı bir koltuğuma birim verdi, bir koltuğuma birim verdi. O sizin orada yazdığınız o insan özüne hürmet eləməyən bir insandır. Ben o canlısına ne gedim özümü biabır ediyorum. Ben gidip ona bakanda özümü əsəbdən saxlaya bilmirim. Ne deyirlər ki? O bir insan var ya orada oğlan da özün kız kimi aparır kızdır. Da elə bir o cür. O deyir o canlıdadır. Deyirəm də olsun da canlıda cəhənnəm olsun. Türk. Əlbəttə ki, biri yazıb ki, Yo. gözəl bu şeydir, Azərbaycan. əsas can sağlığıdır. Nigar yazıb. Əlbəttə. Əlbəttə can sağlığıdır. Bir gün mən nə qədər ağlamışam. Onu heç kəs bilmir. Heç Füzuliyə də bildirmədim. Oturdum evdə. Gün ortası yeməyə gəldim. Oturdum ağladım ki, mən bu qara taleyim niyə yazıldı? Arada bildirə yazılıb, ay gözəl. Gözəl Allah bağlarıma dəyməsin. Allah fikrimə xeyir versin inşallah. Allah belə sınağa çəkir də hamını. Əlbəttə. Əlbəttə hamının belə sınağa çəkir. Amma qurban olum Allaha. Nigar yazır ki, ağlama, dua elə. Mən durub kasıbçılığımın dərdini çəkirəm. Mən dururam ay Allah. Uşaqlar səhər məktəbə gedəndə 9-un yarısında. Deyirəm ay Allah, bir gün ortaya nə bişirim? Uşaqlar gəldi, gəlib bəşi kimi deyəcək ki, mama, yemək hardadır? Yemək istəyirik. Deyirəm ay Allah, axşam nə bişirim? Bir gün gətirdim, karçuka aldım. Deyha, əzdim, karçuka pürəsi bişirdim. Ne var ne neyesen? Karçuka əzdim, gətirib dola. Dedim, yeyirsiniz, yemirsiniz, budur. Bağırım. Niyə bilərəm? Mən onu düşündüm. Mən Ezo kimi... Əlbəttə ki, Allah böyük Allah. Mən Ezo kimi çıxıb canlıda demirəm ki, ay belə getdi, ay elə getdi. Ezo kimi mən çıxıb canlıda kimisə qeybətin oruçdu. Amin Azərbaycan vətənim. Amin. Allah ona da bereket versin. Çok sevindim. Bilmem ay Allah. Allah mənə pul yetirsin. Gedim heç olmasa 10 manatlıq ət alım balalarıma. Dolmadan bişirim. Yox da hardan alım? Olsun ki geyim onda. Maşınım orada yatır. Pul dərdindən. Ustanın yanındadır. Pul dərdindən yoxdur. Bayram gəlir, pişinti burada. Mən beynimi belə şeylərə verirəm. Amandır, uşaqlar məktəbdən gəlcək, işdən tez gedə bilsəm, mən gedim nəsə pişirim. Aman, axşama bilmirəm nə pişirim. Mən onu fikirləşirəm. Canını da açıram ki, bir dostlarla, bir tanışlarla söhbət edeyim, ürəyim açılsın, üzüm gülsün. Canını aşmıram ki mən, o söz söysün, bu söz söysün. Canını açıram ki, dostlarımla, necə deyərlər,